Salam dostlar. Bugünkü materialımızda qara lobyanın heyrətamiz xassələrindən danışacağıq. Beləliklə, qara lobya infarkt və iflic keçirmə riskini azaldır, ürək və damar xəstəliklərinə qarşı yaxşı təsir göstərir, sinir sisteminə fayda verir, xolesterolu aşağı salan təsiri də qara lobyanın faydaları arasındadır. Xərçəngili hüceyrələrin böyüməsini yavaşladır. Bir çox xərçəng növünə qarşı qorumanı təmin edir. Alzheimer və Parkinson xəstəliklərinə qarşı qorunma təmin etməsi də faydaları sırasındadır. Yaxşı bir kalsium və fosfor qaynağı olması səbəbilə sümük və oynaq quruluşunu qoruyur. Revmatik xəstəliklərə qarşı yaxşı təsir göstərir. Qan təzyiqini salan təsirə malikdir. Bu sayədə hipertoniya üçün faydalı bir paxlalıdır. Qastrit kimi mədə narahatlıqlarına fayda verir. Bədəndən toksinləri xaric edir. Enerji verir. Bədəndəki stresi azaldır. Yaraların tez sağalmasına kömək edir. Qan azlığı, yəni anemiya narahatlığına qarşı yaxşı təsir göstərir. Dostlar, Allahın sonsuz nemətlərinə şükürlərimizi bildirərək sizlərlə sağollaşırıq. Materialımız marağınıza səbəb oldusa bəyənməyi unutmayın.